Deməli nədir? Eyni suala cavab verən, eyni suala cavab verən, eyni suala cavab verən və eyni cümlə üzvü olanlara, eyni cümlə üzvü olanlara nə deyilir? Həmsiz üzvlər deyilir. Həmsiz olur, xəbər də olur, zərfində də təyin. Bir təyini həmsiz üzvü kimi işlədir. Məsələn, bina və bütün binalar şəhərə yaraşır verir. Şəhərə yaraşır verir. Məsələn, həmsiz təyin işlər. Uca və bütün binalar. Bax, ikisində də bina var. İkisində eyni suala cavab vermək üçün, eyni cümlə olmaq üçün həmsiz olur. Və yaxud həmsiz tamamlığa nümunə deyəcək. Deyək ki, kitabı və dəftəri gətirin. Kitabı nəyi gətirir? Kitabı, dəftəri. İkisi də eyni suala cavab verir. Nəyə suala cavab verirsin? Həmsiz tamamlıq olur. Başqa, uşaqlar yazır, oxuyur və dincəlirdilər. Dincəlirdilər. Baxırıq. Xəzər, uşaqlar neyniyir? Yazır və dincəlir. Yazır, neyniyir? Və dincəlir. Oxuyur, neyniyir və dincəlirlər. Üçü də eyni suala cavab verdiyi üçün həmsiz xəbərlərdir. Və yaxud həmsiz mübtədələr. Diqqətlə baxırıq, həmsiz mübtədə. O daha asandır. Kim və ya nə suala cavab verəcək? Məsəl üçün, kitab, dəftər və qələm çantadadır. Çantadadır. Nə çantadadır? Kitab, nə çantadadır? Dəftər, nə çantadadır? Qələm. Üçü də eyni suala, nə suala cavab verdiyi üçün olur həmsiz mübtəda. Və sonuncu gəlir həmsiz zərflik. O, məsəl üçün, şəhərə, kəndə və qəsəbəyə gedir. Qəsəbəyə gedir. Mətanət hara gedir? Şəhərə, Kəndə və qəsəbəyə. Üçü də hara sonra cavab verdiyi üçün olur həmsiz zərflik. Başa düşdünüz? Bu qədər.